وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري وأحلل عقدة من لساني يفقه قولي. Əmmə bəd. Əziz, möhtərəm müsəlman qardaşlarım, ilk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Bugünkü dərsimiz mələklərin sifətləri barədədir. Biz keçən dərslərimizdə qeyd eləmişdir ki, Allah Taala mələkləri nurdan xəlq eləyib və onların cisimləri həqiqidir. Keyfiyyəti bizə məlum olmasa da, Allah Taalanın onlara verdiyi cisimlər həqiqidir. Və bugün də biz onların cisimləri barədə, yəni xilqətləri barədə bizə məlum olanlardan bəziləri haqqında danışacağıq. Ümumiyyətlə, mələklərin sifətləri iki qismə bölünür. Birinci, xəlqi sifətlərdir, yəni Allah Taalanın onlara verdiyi xəlqi sifətlərdir. İkincisi isə xuluqi sifətlərdir, yəni onlarda olan əxlaqi sifətlərdir. Düzdür, bunlar həddindən artıq çox olsa da, lakin qeybi məsələ olduğuna görə ancaq bizə nə məlumat verilibsə, ondan bacardığımız qədər danışacağıq. Ancaq bu günlərim isə onların xəlqi sifətləri barədə danışmaq istəyirəm. Yəni Allah Taala onlara hansı sifətləri verib, onlardan bəziləri haqqında bu gün danışmaq istəyirəm. Yəni Allah Taalanın mələklərə verdiyi sifətlərdən biri onların iri bədənli, qüvvətli olmalarıdır. Yəni həqiqətən də Allah Taala onları həqiqi olaraq xəlq eləyib, necə bəzilərinin iddia elədiyi kimi xəyaldılar, yox, batil rəydir, küfrü bir rəydir. Düzdür, bu rəyi İslamda olanlar demir, İslamdan qeyri dinlərə mənsub olanlar deyir. Onların həqiqi cisimləri var və Allah Taala da onları iri bədənli və qüvvətli xəlq eləyib. Necə ki, Allah Taala Quran-ı Kərimdə buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu qu ənfusakum və əhlikum nəra və quduhən-nəsu vəl-hicara aleyhə mələikətun xilazun şidədun lə ya'sunallaha mə əmərəhum və yəf'alunə mə yu'marun. Buyurur ki, ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Onun başı üstündə Allahın onlara verdiyi əmirlərə asi olmayan, yalnız Allahın əmirlərini yerinə yetirən amansız və güclü mələklər vardır. Təhrim surəsi 6-cı ayə. Təhrim surəsi 6-cı ayə. Mələklər güclüdürlər, qüvvətlidirlər və iri bədənlərə malikdirlər. Başqa bir ayədə Allah Taala buyurur ki, Alləməhu şədidul quva zu mirratin fəstəvə. Buyurur ki, bunu ona çox qüvvətli olan öyrətdi və gözəl görünüşlü olan öyrətdi. Yəni Cəbrail əleyhissalamı nəzərdə tutur. Cəbrail əleyhissalam da mələklərin ən böyüklərindən biridir. Sonra Allah Taala buyurur ki, o yüksəlib öz surətində görsəndi. Nəcm surəsi 5-ci və 6-cı ayə. Ayəyə fikir verdiniz, Allah Taala buyurur ki, bunu ona çox qüvvətli, gözəl görünüşlü olan öyrətdi. Mələk barədə buyurur, Cəbrail əleyhissalam barədə buyurur. Və bu ayə açıq-aşkar dəlildir ki, mələklər çox qüvvətlidirlər. Hətta insanın ağlının dərk edə bilməyəcəyi qədər güclüdürlər.
Bir gün Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşur ki, ya Rasulullah, sənin Uhud döyüşündən daha bir ağır günün olubmu? Çünki Uhud döyüşündə bilirik ki, müsəlmanlar məğlub olurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm özü xəsarət alanların içində olur. Peyğəmbər sallallahu aleyhi və səlləmin sevdiyi, daimə yanında olduğu 70 sahabə şəhid olur. Yəni, həmin gün Peyğəmbər sallallahu aleyhi və səlləm üçün çox ağır olduğuna görə Ayşə radiyallahu anhə soruşur ki, sənin Uhud günündən daha bir ağır günün olubmu? Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, mənim ən çox əziyyət çəkdiyim gün Aqəbə günü idi. Buyurur ki, mən həmin vaxt İbn Abdul Yəleyhin yanına gəldim və ondan kömək istədim, sığınacaq istədim. Xahiş elədim ki, məni himayəsinə alsın. O isə mənə dəstək vermədi. Mən istirab içində Məkkə və Taif arasında olan Qarn-ı Sə'ləbə adlanan yerə gəlib çatdıqda özümə gəldim. Peyğəmbər sallallahu aleyhi və səlləm çox əziyyət çəkirdi. Deyir, həmin yerə çatdıqda özümə gəldim. Sonra isə başımı yuxarı qaldırıb buludlar gördüm. Və buludların içində Cəbrail əleyhissalamı gördüm. Hansı ki, o buludlar mənə kölgə salırdı. Peyğəmbər sallallahu başını qaldırır, görür ki, buludlar onu kölgələndirir. Və buludların da içində Cəbrail əleyhissalam var. O mənə səslənib dedi, ey Allahın elçisi, Allah Taala sənin qəbilənin sənə nə yapdığını, səninlə necə davrandığını və səni necə rədd cavabı verdiklərini eşitdi və gördü. Allah Taala mənimlə bərabər dağlar mələyini göndərib ki, onlara istəyirsənsə bəla göndərsin, əzab versin. Və dağların mələyi Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, ey Muhammed, əgər istəyirsənsə bu iki dağı götürüm, onların yaşadığı yerin üstünə qoyum. Taifi nəzərdə tutur. Çünki Peyğəmbər sallallahu Taifdən qovurlar. Peyğəmbər sallallahu aleyhi və səlləmin necə rəhimli, şəfqətli, mərhəmətli olmağına baxın. Buyurur ki, xeyr, mən ancaq Allahdan onu diləyirəm ki, ola bilsin ki, onların belindən tək Allaha ibadət edən, ona heç bir şeyi şərik qoşmayan kimsələr gəlsin. Hədis Buxardadır. Və tarixə də nəzər saldıqda görürük ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründən sonra, hətta Peyğəmbər sallallahu dövründə də baş verir. Ancaq Peyğəmbər sallallahu dövründən sonra, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdikdən sonra təbiinlər içində Taifdən çıxan alimlər var. Hansı ki, həmin o insanların belindən gəlirlər. Allaha şərik qoşmayanlar çıxır, hətta İslam dinində fəqih olanlar belə çıxırlar. Ki, hansı ki, İslam dininə fayda verirlər. Qeyd elədiyimiz kimi, güclü olmaq mələklərin sifətlərindəndir. Allah Taala onları həddindən artıq güclü yaradıb. Fikir verin, mələk gəlir buyurur ki, istəyirsən bu iki dağı götürüm, onların yaşadığı yerin üstünə qoyum. Hansı ki, bu günlərim texnika elə bir inkişaf eləyib ki, insanlar bu texnika vasitəsilə elə öyünürlər ki, mələyin edə biləcəyi xırda bir işi eləməyə qadir deyil. Elə bir texnika yoxdur ki, bu günlərim o boyda dağı götürüb, hansısa bir məntəqənin üstünə qoysun, şəhərin üstünə qoysun. O mələyə adi bir şey gəlir. Bu da mələklərin güclü olmasına dəlalət eləyir. Allah Taala ayədə buyurur ki, İnnə arsalnə aleyhim sayhətən vahidətən fəkənu kəhəşimil muhtazir. Buyurur ki, həqiqətən biz onlara bircə
tük ürpətici səs göndərdik və onlar mal-qara ağlığında istifadə edilən quru saman kimi oldular. Qəmər surəsi 31-ci ayə. Ayənin mənası nədir? Allah Teala mələk göndərir. Mələk tük ürpədici səs çıxardır. Elə bir qorxulu səs çıxardır ki, Səmud qovmu quru saman kimi olur. Mələyin çıxartdığı səs vasitəsilə. Görün, mələk nə qədər güclüdür. Və yaxud da Lut əleyhissalamın qövmünün başına gələnləri yadınıza salın. Biz də bilirik ki, Lut əleyhissalamın qövmü həddindən artıq azğınlaşmışdı. Azğınlaşmaqdan əlavə günah onların qövmündə adi hala çevrilmişdi. Bu da həqiqətən də hansısa bir günahın, hansısa bir qövmdə adi hala çevrilməsi doğrudan da həmin qövm üçün şiddətlidir. Yəni, bəlaya işarədir. Necə ki, İbn Məsud radiyallahu anhu buyurur, deyir ki, İzə zəhərə zinə və ribə fi qariyyətin ədinəllahu fi hələkihə. O qövmdə ki, deyir, zinəkarlıq, sələmçilik artarsa, aşkar olarsa, adi hala çevrilərsə, Allah Teala artıq oranın həlak olmasına icazə verir. Yəni, hər an o cürə yerlərə bəla gələ bilər. O cürə yerdə əmin durmaq insan həyatı üçün də təhlükəlidir. Subhanallah, müsəlman necə əmin ola bilər ki, o yerdə ki, açıq-aşkar Allaha asi olunur. Yəni, Lutun qövmü də azğınlaşır və bu azğınlıq onlarda adi hala çevrilir. Cəbrail əleyhissalam gəlir, bir qanadı ilə onların yaşadığı yeri və yaşadığı yerin ətrafında olan ərazini səmaya qaldırır. Bir qanadı ilə səmaya qaldırır. Hətta mələklər həmin o qaldırdığı Lut qövmünün yaşadığı yerdə olan ərazini qaldırdıqda həmin o yerdə olan xoruzların banlamasını, itlərin hürməsini mələklər səmada eşidirlər. Yəni, o qədər hündür səmaya qaldırır. Sonra oradan isə çevirərək yerə göndərir və onları o cürə məhv eləyir. Necə ki, İbn Kəsir rəhməhullah Bidayə və Nihəyə kitabında buyurur və alimlərin də əksəriyyəti bunu səhih görüblər. Cəbrail əleyhissalam bunu bir qanadı ilə eləyir. Fikir verin. Adam onların gücü barədə düşündükdə dəhşətə gəlir. Allah Teala o mələklərə bu xüsusiyyətləri verib. Mələklərin iri olmasına başqa bir dəlil də Cəbir ibn Abdullahın Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət elədiyi hədisdir. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə Allahın mələklərindən ərşi daşıyanlardan biri haqqında danışılmağa icazə verildi. Ərşi daşıyan mələklərdən biri haqqında danışılmağa icazə verildi. Onun şəhmə qulağı ilə boynu arasında olan məsafə 700 ilə bərabərdir. Əbu Davud rəvayət eləyib və alimlər də buyurub ki, hədis səhihdir. Şəhmə qulağı ilə boynu arasında olan məsafə 700 ilə bərabərdir. Hansı ki, o mələklər ərşi daşıyırlar. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَيَحْمِلْ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَ اِذٍ ثَمَانِيَ 8 mələk qiyamət günü sənin Rəbbinin ərşini gətirəcəkdir. Görün, necə gücə malikdirlər. İnsanın ağlı dərk eləməyə qadir deyil, acizdir. Hansı ki, yer, göy ərşin yanında səhraya atılmış bir daşa bənzəyir. O ərşi 8 mələk gətirəcəkdir. Görün, necə gücə malikdirlər. Bu da onların nə qədər güclü olmasından xəbər verir. Həmçinin Allah Taala'nın mələklərdə yaratdığı başqa bir sifət də onların qanadlı olmalarıdır. Bu sifət də onları
başqa bəşərdən, ağıllı bəşərdən, ins və cinsdən fərqləndirir. Onların qanadları var və qanadları da həqiqidir. Həqiqidir. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Elhamdülillahi fatiris semavati vel ardi ca'ilul melaiketi rusulan uli ecnihatin mesna ve thulatha ve ruba. Yazidu fil halqi men yasha. İnnallaha ala kulli şeyin qadir." Buyurur ki, göyləri və yeri yaradan mələkləri 2, 3, 4 qanadlı edən Allaha həmd olsun. Sonra isə buyurur ki, o xalq edənlərdən istədiyini artırır. Həqiqətən də Allah Teala hər şeyə qadirdir. Fatir surəsi 1-ci ayə. İbn Kəsir rahmehullah bu ayənin şərhində buyurur ki, yəni Allah Teala mələklərdən bəzilərini 2, bəzilərini 3, bəzilərini 4, bəzilərini də daha artıq qanadla xəlq eləmişdi. 3-cü cilddə 546-cı səhifədə İbn Kəsir rahmehullah buyurur. Dediyimiz kimi mələklərin 2 qanadı da ola bilər. Eləsi var 2 qanadı var. Eləsi var 3 qanadı var. Eləsi də var 4 qanadı var. Və eləsi də var ki 4-dən də çoxdur. Necə ki Abdullah ibn Məsudun hədisində Peyğəmbər sallallahu aleyhi ve sellem Cəbraili gördükdən onun neçə qanadı var idi? 600 qanadı var idi. Bu da dəlalət eləyir ki, mələklərin qanadları həddindən artıq çox ola bilər. Sadəcə olaraq bizə belə məlumat verildiyi üçün biz də belə deyirik. Ola bilsin, Allah bilir, bəlkə 600-dən də çoxdur. Ancaq biz o cür şeylərə barədə düşünmürük. Çünki sərhəd qoyulub, qeybi məsələ olduğuna görə bizə nə məlumat veribsə ona inanırıq, nə məlumat verilməyibsə də o barədə susuruq. Və Allah Teala mələkləri şərəfləndirib. Mələklərin cisimləri də şərəflidir. Eləcə də qanadları da şərəflidir. Məhz Allah Teala onlara verdiyi bu şərəfli qanadları elm tələbələrinin ayaqları altına sərirlər. Necə ki Peyğəmbər sallallahu buyurur ki, həqiqətən mələklər öz qanadlarını razı qaldıqları halda elm tələbələrinin ayaqları altına sərərlər. İmam Əhməd rivayət edib, hədis səhihdir. Fikir verirsiniz, subhanallah. Bu da elm almağın şərəfini bildirir. Yəni, burada İslam elmindən söhbət gedir. Və həqiqi olaraq da elm tələbələrinin qanadları altına sərirlər. Biz bunları görməsək belə. Peyğəmbər sallallahu aleyhi ve sellem havadan danışmırdı. وَمَا يَنْتِقَ عَنِ الْهَوَى اِنْ هُوَ إِلَّا وَحْيُّهَا. Hər bir danışdığı şey vəhy idi Peyğəmbər sallallahu aleyhi ve sellem. Və biz də buna tərəddüd etmədən, şəkk etmədən iman gətiririk. Görməsək belə. Allah Teala'nın mələklərə verdiyi başqa bir xüsusiyyət də onların surətli olmalarıdır. Mələklər həddindən artıq surətlidirlər. Hətta insanın dərk edə bilməyəcəyi qədər surətlidirlər. Ümumiyyətlə, bizə məlum olan ən iti surət işıq surətidir. Hansı ki, bir saniyədə 186 min mil qət edir. Yəni, işıq surəti bir saniyədə 186 min mil qət edir. Elə bir ki, 186 min mil məsafəni bir saniyədə işıq surəti qət edir. Saatda 300 min kilometrlə gedir. 300 min saatda. Hətta alimlər qeyd edirlər ki, təsəvvür edin bu cürə surətin qabağında, alimlər qeyd edirlər ki, elə ulduzlar vardır ki, işıq surəti ilə onlara gedib çatmaq üçün milyon il lazımdır. Gör Allah Teala yeri və göyü necə xəlq edib, nə boyda xəlq edib. Hələ ancaq söhbət birinci səmadan yerə. Biz gördüyümüz bu ulduzlardır. Hamısı birinci səmadadır, günəş dair, hamısı birinci səmadadır. Milyon il işıq surəti lazımdır ki, gedib ora çatsın. Yəni, bu təxminidir, ola bilsin milyon ildən də çox olsun. Milyon il lazımdır. Yəni, bunu dünya alimləri qeyd ediblər. Təsəvvür edin, bir saniyədə 186 min mil qət edən işıq surətinə milyon il lazımdır ki,
gedib həmin ulduzlara yetişsin, çatsın. Görün Allah Taala necə xəlq edib. Hansı ki bu cürə böyükdür yer-göy. Bayaq dediyim kimi ərşi yanında səhraya atılmış bir daşa bənzəyir. Səhraya daş atdıqda itib batır, heç görsənmir. Görün mələklər nə boyda iridirlər. İndi fikir verin. Sahabələr gəlirdirlər. Peyğəmbər sallallahu aleyhi və səlləmə sual verirdilər. Ağızlarından sualı bitirməmiş Allah Taala artıq 7 səmanın üzərindən həmin sualın cavabını mələk vasitəsilə göndərirdi. İndi mələkdə olan surətə baxın. Görün Allah Taala onları necə xəlq edib, necə surətdə xəlq edib. Yəni insan düşünməyə belə qadir deyil. Ona görə müminin sifətlərindən nədir? İman gətirməkdir. Ağlımız dərk eləməsə belə. Artıq sahabələr ağzından sözü bitirməmiş belə vəhy nazil olurdu. Mələkdə olan surətə baxın. Hansı ki yəni insan heç işıq surətini belə düşünəndə görürsən ki, qəbul eləyə bilmir ki, subhanallah, bu tezliyinə gedə bilər. Görün, mələk ondan necə surətlidirsə, onu bir Allah bilir. Bu da mələklərin çox surətli olmalarına dəlalət edir. Allah Taala görün necə məxluqlar xəlq edib. Hansı ki biz insanlar özümüzü ən ağıllı hesab edirik. Biz belə dərk eləməyə qadir deyilik. Ona görə də biz hamımız Allahın quluyuq. İnsan nə qədər də elmli olsa, nə qədər də savadlı olsa, yenə də naqislərin naqisidir. Kamil ancaq Allah Taaladır. İndi başqa bir xüsusiyyəti mələklərdə qeyd edirik. Mələklər yemirlər və içmirlər və ona da möhtac deyirlər. O insandır, cinsdir ki, heyvandır ki, yeməyə, içməyə möhtacdır. Allah Taala bu xüsusiyyətlə mələkləri qalan məxluqlardan fərqləndirib. Onlar yemirlər, içmirlər və ona ehtiyacları da yoxdur. Ancaq Allahın əmrlərini yerinə yetirirlər və asi olurlar. Allah Taala Quran-ı Kərimdə buyurur ki: "Və laqad ca'at rusuluna İbrahimə bil buşra qalu salama. Qala salamun fema labisa an ja'a bi eclin haniz. Falamma ra'a aydiyahum la tasilu ilayhi nakirahum və awjasa minhum khifa qalu la takhaf inna ursilna ila qawmi lut." Buyurur ki, elçilərimiz, yəni Allah Taala mələkləri nəzərdə tutur. İbrahimə İshaqın doğulacağı barədə müjdə gətirdilər və salam dedilər. Yəni İbrahim əleyhissalamı salamlayırlar. İbrahim əleyhissalam da onların salamını alır və dərhal qızardılmış bir buzov gətirir ki, onlar yesinlər. Çünki onlar insan cildində gəlirlər. İnsan cildində gəldiyinə görə İbrahim əleyhissalam da peyğəmbərdir və qonağını mükəmməl şəkildə qarşılayırdı. Qızardılmış bir buzov gətirir. Və İbrahim əleyhissalam görür ki, onlar yeməyə əl uzatmırlar. Yəni yemirlər. Və İbrahim əleyhissalamın onda canına qorxu düşür. Onlar da deyirlər ki, qorxma, həqiqətən biz Lut qövmünə göndərilmişik. Bu ayə dəlalət edir ki, onlar yemirlər və içmirlər. Yeməyə əl uzatmırlar. Çünki Allah Taala'nın yaratdığı mələklər şək yoxdur ki, ən yüksək əxlaqa malikdirlər. Onların əxlaqında naqislik yoxdur. Əgər sən qonaq gəlmisənsə də, ev sahibi yemək qoyubsa, sənin yeməyin əxlaqdandır. Əxlaqdandır. Məhz ona görə bəzi alimlər nəyə əsasən deyirlər ki, sünnə orucu tutmursansa, qonaq getmirsənsə, qabağı yemək qoyulubsa, açıb yeməyin sünnədir. Yəni, ev sahibinə qarşı göstərilmiş bir əxlaqdır. Yəni, mələklər də kamil əxlaqa malik olduqlarına görə yerdilər. Ancaq onlar yemədiyi üçün, yəni onların bu şeyə ehtiyacı olmadığı üçün yemirlər. Hud surəsi 69-70-ci ayə idi. Ümumiyyətlə, alimlər hamısı ittifaq eləyiblər ki, mələklər yemirlər və içmirlər, onların yeməyə, içməyə ehtiyacları yoxdur. İmam Suyut Rahmanullah buyurur ki, İmam Razi öz təfsirində demişdir. Buyurub ki, alimlər
mələklərin yeməmələri, içməmələri və evlənməmələri, insan və cinlərin isə yeyib, içib, evlənmələri barədə yetkili rəydədirlər. Həbəiq fi Əxbəril Mələk kitabında 264-cü səhifədə buyurmuşdu. Yəni, bu ittifaqdır. Mələklərin başqa bir sifətini də qeyd elədik ki, onlar neynirlər? Yemirlər, içmirlər və o şeyə də ehtiyacları yoxdur. Mələklərin başqa bir xüsusiyyətinə keçirik, yəni xəlqi xüsusiyyətinə Allah Taala'nın onlara verdiyi xəlqi xüsusiyyətə keçirik, hansı ki, onlar öz xilqətlərində qalırlar. Yəni, evlənmirlər, uşaqları olmur, qocalmırlar. Yəni, insanlar kimi deyirlər. Bu xüsusiyyət onları insanlardan fərqləndirir. İnsan evlənir də, uşağı da olur. Amma mələklər belə deyirlər. Allah Teala Quran-ı Kərimdə buyurur ki, müşriklər Allahın qullarından bəzilərini onun bir hissəsi qəbul etdilər. Yəni, Allah Teala'nın bir hissəsi qəbul etdilər. Ona övlad və şərik qoşdular. Həqiqətən insan açıq aydın nankordur. Yoxsa Allah yaratdıqlarından qızları özünə götürüb oğlanları sizin üçün seçmişdir? Sual verir. Onlardan birinə Ər-Rəhmana aid etdikləri qız uşağı ilə müjdələdikdə hirsindən üzləri qaralar. Fikir verirsiniz? Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən qızlarını mı Allaha isnad edirlər? Onlar Ər-Rəhmanın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar mələklərin yaradılışlarının şahidi mi olublar? Aleykümselam. Onların bu şahidliyi yazılacaq və buna görə cavab verəcək olacaqlar. Yəni, qiyamət günü buna görə cavab verəcəklər. Onlar dedilər, Ər-Rəhman istəsəydi biz onlara ibadət etməzdik. Onların bu haqda heç bir bilgisi yoxdur. Onlar yalnız yalan danışırlar. Zuhruf surəsi 15 və 20-ci ayələr. Yəni 15-ci ayədən 20-ci ayəyə qədər. Ayəyə fikir verin. Müşriklər mələklərin qız olduğunu iddia elədilər. Və həmin o mələkləri Allahın qızları olduğunu iddia elədilər. Hansı ki, onlar, müşriklər, qız uşağı olana eyib kimi baxırdılar. Ona görə gəlib onları müjdələdikdə ki, sənin qızın olub, hirslənirdilər. Bəziləri artıq yoldaşı doğuşa getdiyi zaman qəbir qazardı. Hazırlayardı. Və qız doğulduqda elə oradan gətirib bastırardı. Bəziləri də elə eləməzdilər. Qız uşağı doğulduqda hirslənərdilər, özündən çıxardılar. Qadınları döyərdilər, söyərdilər. Ancaq qız uşağını yetişdirərdilər 5-6 yaşına qədər. Sonra isə diri-diri onları bastırardılar. Sahabə necə öz qızını bastırılmasını danışır, ağlayaraq, peşman olaraq danışır ki, anasına deyir ki, geyindir uşağı, qəşəng geyindirərdi, saçını darayardı ki, gəzməyə aparam. Götürüb qızı gətirir, əvvəlcədən qazdığı, qəbrə çatdıqda itələyib yıxır. Yıxıldıqda qız uşağı da bilmir, başlayır atasının ətəyindən tozu təmizləməyə. Tozu təmizləməyə. O cürə sahabə onu diri-diri bastırır. Düz Allah Teala onları bağışlayıb. Ancaq müşriklər fikir verin, qız uşağında olanı eyib tuturlar. Bununla yanaşı bu şeyi Allaha mənsub edirdilər. Subhanallah. Yəni bu naqisliyi Allaha mənsub edirdilər. Ümumiyyətlə, bu yalandır, bu küfürdür. Bu rəydə olanlar, bunu etiqad eləyənlər 3 dənə yalan və küfür özündə cəm eləyiblər. Birinci, Allahın qızı deməklə iddia elədilər ki, Allah Taala'nın övladı var. Bu yalandır. Bunu demək küfürdür. İkinci, bu övladların qız olduğunu iddia elədilər. Əslində Allah dərgahında, hətta müsəlmanın gözündə qızla oğlanda fərq yoxdur. Hər ikisi
Allahın bəxş elədiyi böyük bir nemətdir və hər ikisində fəzilət var. Hətta qız uşağına deyib ki, 2, 3 sonra 2 də gəlib ki, yetişdirib, salih yetişdirib, ərə verərsənsə, yəni salih olarsa, valideynin cənnətə girməsi asanlaşır onun üçün. Belə bir, yəni fəzilət var. Həmçinin Buxari və Müslimin rəvayət elədiyi məşhur hədis alimdir. Leys, rahiməhullah buyurur ki, mən istəyirəm ki, mənim birinci övladım qız olsun, nəinki oğlan. Deyirlər, nəyə görə? Deyir, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, yəhəbu limən yeşəu inəsən və yəhəbu limən yeşəu zukur. Allah Teala istədiyinə qız verir, istədiyinə oğlan verir. Deyir, Allah Teala'nın birinci istəyi insan üçün nədir? Qız. Mən deyir, ona görə istəyirəm ki, mənim deyir, birinci övladım qız olsun. Yəni, qız övladının özündə də fəzilətlər həddindən artıq çoxdur. Yəni, mövzumuz bu deyil. Yəni, bizim şəriətin gözündə qızla oğlanda fərq yoxdur. Heç birində naqislik yoxdur. Əksinə, hər ikisi qız uşağı da, oğlan uşağı da Allahın bəxş etdiyi böyük bir nemətdir. Ancaq onların gözündə qız uşağı naqislik idi. Bu naqisliyi Allaha nisbət elədilər. Bununla da dediyim kimi küfr və yalan cəm elədilər. Üçüncüsü isə onlara ibadət elədilər. Bununla da nədir? Allaha şərik qoşdular. Ümumiyyətlə, kimdə bu etiqad olarsa, bu üç şeydən biri olarsa, həmin insan cəhənnəm əhlindəndir. Yəni, ona görə müsəlman, hətta qeyri-müsəlman da öz üzərində işləyib əqidəsini təzələməlidir. İnşallah, gələn dərsimizdə mələklərin sifətlərindən bizə məlum olanlardan başqalarını da tamamlayarıq Allahın izni ilə. Allah Subhanahu taala'dan istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin. Və sallallahu əleyhi və Muhammedin və alə alihi və səhbihi ecmaîn.